övladlığa götürmə hüququ və sirrin qorunması. Bu proses necə tənzimlənir? Sirrin qorunması qanunla necə təmin olunur? Hüquqi nəticələr və cəza tədbirləri nədir? Bütün suallara təqaüddə olan hakim Cəmilə Səfiyeva, vəkillər Cəlil Mahmudov, Mədinə Liqayeva və Rahul Quluzadə hüquq müstəvisində aydınlıq gətirəcək. Qanun və icra. Qanunun dili sərtdir. Qanun hamı üçündür. Çalışın, ona riayət edin. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz hər zaman olduğu kimi çox aktual və maraqlı mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170-ci maddəsini və 176-cı maddəsini əhatə edən maddi hüquq normaları ilə bağlı fikir mübahisə aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edən, sonra bizim mövzumuza qayıdacağıq. Təqaüddə olan hakimimiz, çox dəyərli ziyarımız Cəmilə xanım Səfiyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Cəlil Mahmudov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Esmina xanım Mirzayeva və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Mədinə xanım Liqayeva. Xoş gəlmişsiniz. Bugünkü mövzumuz çox aktual mövzulardan biridir. Belə ki, cəmiyyətimizdə övladlığa götürmə sirrinin yayılması və tibb müəssisəsində və buna məsul olan vəzifəli şəxslərin və buna baxan şəxslərin uşaqların dəyişdirilməsi ilə bağlı. Eyni zamanda yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması və cinayətdə onlardan istifadə olunması ilə bağlı Cinayət Məcəlləsinin 170 və 176-cı maddələri bu münasibətləri tənzimləyir. Xüsusilə də 176-cı maddənin defis 1-ci bəndində nigaha daxil olmağa məcbur etmə və eyni zamanda həmin maddi hüquq normasının kimliyindən asılı olmayaraq yetkinlik yaşına çatmayan, hətta nigaha məcbur etməklə bağlı fikir mübahisə aparmaq üçün sizi fikirlərinizi paylaşmaq istəyirəm. Cəmilə xanım, uzun müddət hakim işləmisiniz, xoş gəlmişsiniz, siz bizim dəyərli ziyarımızsınız. Bugünkü mövzumuz övladlığa götürmə, olan sirlərin yayılması və eyni zamanda uşaqların dəyişdirilməsi ilə bağlı. Xahiş edirəm sizdən dəyərli fikirlərinizi bizlə paylaşasınız. Eyni zamanda hakim dövründə işlədiyiniz zaman belə halların olub-olmaması ilə bağlı fikirlərinizi paylaşasınız. Xoş gəlmişsiniz. Təşəkkür edirəm Əkbər müəllim, verilişə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Hesab edirəm ki, qanun və icra verilişi hüquq tətbiq sahəsində çox dəyərli verilişlərdən biridir. Həqiqətən də vətəndaşlarımızın hüquqi savadlanmasına böyük rol oynayır bu veriliş. Eyni zamanda əlavə olaraq qeyd edim ki, bugün Sud çərşənbəsi qeyd olunur ölkəmizdə. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ölkəmizdə həmişə əmin-amanlıq arz etmək olmasını arz edirəm. Qeyd etdiyiniz mövzu həqiqətən də övladlığa götürməsi ilə əlaqədar mövzu ətrafında bir qədər mən məlumat verim. Övladlığa götürülmə məsələsi bildiyiniz kimi elə bir institutdur ki, bu həmişə mövcud olub. Ta qədimdən mən bildiyimə görə mövcud olub və bugün də mövcuddur. Sahibçi himayədarlıq eləmək, bəli. Hətta bununla əlaqədar qaydalar get-gedə daha da təkmilləşdirilir. Çünki övladlığa götürmənin qaydası daha əvvəl başqa idi. İndi son dövrdə sosial müdafiə
Nazirliyinin nəzdində xüsusi sosial mühafizənin əməkdaşlarının iştirakı ilə Dost mərkəzinə bəli, xüsusi olaraq ilkin olaraq vətəndaşların uçota aparılır. Sonra valideyn övladlığa götürülən və götürülən və uşağın iştirakı ilə müəyyən qaydalar, xüsusi qaydalar var ki, mən bunun ətrafında danışmaq istəmirəm. Yəni çox ciddi şəkildə təhlil olunur. Sınaq müddəti 3 il olunur, 3 ay olmaqla övladlığa götürən ailənin ailəsinə buraxılır uşaq. İndi kimlər götürə bilər, kimlər götürə bilməz, bunu da qanun açıq, aydın şəkildə qeyd edir. Övladlığa götürən şəxs, övladlığa götürülən şəxs o şəxs olmalıdır ki, övladlığa götürən şəxs bunu arzu eləyir. Övladlığa götürülən yetkinlik yaşına çatmayan şəxs olmalıdır və onun doğum qeydi qeydə alınmalıdır. Yalnız doğum qeydi qeydiyyata alınandan sonra yetkin yaşına çatmayan şəxs övladlığa götürülə bilər. Qanunda qaydalar belədir ki, hər kəs götürə bilməz. Övladlığa İki şəxsi eyni zamanda şəxsi övladlığa götürə bilməz. Valideynlik hüququndan məhrum olan şəxslər övladlığına verilə bilməz. Valideynlik hüququ məhdudlaşdırılan şəxslər narkomaniyadan, eyni zamanda Nazirlər Kabinetinin qərarları var ki, o qərarda xəstəliklərin siyahısı var ki, müəyyən xəstəliyi məruz qalan şəxslər, narkomaniyadan, alkoqolizmdən əziyyət çəkən şəxslər övladlığına verilə bilməz uşaqlar. Hətta qanunvericilikdə belə deyir ki, cinsiyyət əleyhinə cinayətlər törədən, şəxsiyyət əleyhinə cinayət törədən, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə məhkumluğunun ödənilib-ödənilməməsindən asılı olmayaraq belə şəxslərin övladlığına verilə bilməz. Burada qadın-kişi məhdudiyyəti yoxdur, yalnız şəxsiyyətin əlamətləri qeyd olunur. Hətta barəsində cinayət təqibi gedən, bəraət verici əsaslar olmadan xitam verilmiş şəxslərin də övladlığına verilə bilməz. Yəni qanun bu məsələləri qeyd etməkdə məqsəd ondan ibarətdir ki, yetkinlik yaşına çatmayan uşaq bildiyimiz ki, hər bir uşaq təkrar olunmaz bir varlıqdır. O uşağın tərbiyəsi, təlimi, cəmiyyətə normal inteqrasiyası elə ailə daxilində getməlidir ki, bu uşaq normal təlim, tərbiyə, təhsil prosesini keçib, normal bir insan kimi cəmiyyətə yararlı bir insan kimi inteqrasiya olunsun. Çox sağ olun, minnətdaram dəyərli düşüncələriniz. Cəlil müəllim, hakimlik təcrübəsi bir daha burada sübut olundu ki, uzun illərin hüquqşünası, təqaüddə olan bizim dəyərli hakimimiz və eyni zamanda Azərbaycan hüququnda dəstək xətti olan hüquqşünasımız Cəmilə xanım Səfiyeva fikirlərini paylaşdı. Xoş gəlmisiniz. Çox sağ olun Əkbər müəllim. Mən də Cəmilə xanımın təbriklərinə qoşuram. Süd çərşənbəsi münasibəti ilə xalqımızı təbrik eləyirəm. Baxın Əkbər müəllim, bugünkü mövzu ümumiyyətlə qanun və icra verilişində olan bütün mövzular aktualdır. Bugünkü mövzunun xüsusi bir aktuallığı var. Baxın, vətəndaş cəmiyyətinə yetişdirilən insanların söhbəti. Dövlətimiz yetkinlik yaşına çatmayan şəxsin hər anını, həyatının hər anını qanunla qoruyur. Yəni, uşaq anadan olan ta yetkin yaşına çatana qədər bütün dövrlərini qanunla qoruyur. Bax, Cinayət Məcəlləsinin siz dediyiniz 170-176-cı maddəsində də o yetkinlik yaşına çatmayanın qanunla qorunan hüquqlarına müdaxilə edən, onu pozan şəxslərə qarşı cinayət məsuliyyətinin yaradılmasından bəhs eləyir. Baxın, orada sadalasaq nələrdir? Cinayət məsuliyyətinə cəlb edən şəxs məsuliyyət daşıyır, fahişəliyə cəlb edən şəxs məsuliyyət daşıyır, pornografiya, seksual xarakterli hərəkətlərə cəlb edən məsuliyyət daşıyır, uşağı oğurlayan və yaxud onu dəyişən və yaxud onun dəyişmə sirrini yayan və s. bu kimi, yəni uşağın bütün hallarını, onun həyatın bütün hallarını qanunverici, yəni dövlət olaraq dövlət qoruyur. Dövlət niyə qoruyur? Çünki dövlət yetkinlik yaşına çatmayan şəxsi qorumaqla özünün gələcəyini qurur. Dövlət belə yaranır, dövlətin gələcəyi belə yaranır. Ona görə də dövlətimizin qanunvericiliyi bu baxımdan çox mükəmməldir, çox yerindədir və elə bir hal, elə bir an yoxdur ki, o qanunla qorunmasın. Baxın, kimləri deyil, həmi uşağı tərbiyə eləməli olan valideyni məsuliyyətini orada yəni, məsuliyyət daşıyan şəxs. Bəli, həm valideynin məsuliyyətini, həm uşağı tərbiyə edən bu və digər orqanın məsuliyyətini orada sadalayır.
cinayətkar şəxslərin məsuliyyətini sadalayır. Onun bu və ya digər hərəkətə cəlb edən bu və ya digər şəxsin məsuliyyətə cəlb olunmasını sadalayır. Hətta uşağın yetkinlik yaşına çatmayan şəxsi ailə qurmasına vadar edilən valideynin belə məsuliyyətini elan edir. Görün, qanunverici, yəni dövlət uşağın qayğısına nə qədər qalır. Hətta dövlət elə hallarda, bu hallar sadalayanda dövlət valideyndən çox o uşağın qayğısına qalır, o uşağın gələcəyini təmin etmək istəyir, o uşağın yaxşı, sağlam gələcək üçün sağlam bir vətəndaş kimi yetişdirib cəmiyyətə təqdim eləmək istəyir. Bu baxımdan Cinayət Məcəlləsinin bu maddələri çox mükəmməl yazılıb və hər tərəfli yetkinlik yaşı ilə bağlı olan şəxslərə qarşı olan cinayətlər hər tərəfləri əhatə edir. Hörmətli tamaşaçılar, bildiyimiz kimi bu günləri ilk su çərşənbəsidir. Su çərşənbəsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm və mən qanun və icra proqramının aparıcısı kimi dəyərli ekspertlərimizlə birlikdə bir daha Azərbaycan xalqının əmin-amanı, xoş gün, ruzu, bərəkət arzulayıram. Biz Şəhərli Mənzil Tikinti Kooperativinin baş sponsorluğuna bizim bu verişimiz ərziyə gəlib və bizim bu günlər burada söylədiyimiz bütün sözlər hamısı, bütün söylədiyimiz fikirlərin hamısı bizə dəstək olan Şəhərli Mənzil Tikinti Kooperativinə minnətdarıq və bizi dəstəkləməklə biz hüquq sahədə həmin vətəndaşlarımızın maarifləndirməsi və məlumatlandırması ilə bağlı fikir mübarizəsi aparırıq. Şəhərli Mənzil Tikinti Kooperativində ilkin ödəniş təmir evlər 25 min manatdır. Təmirsiz evlər 5.000 manatdır. Hər hansı bir ev almaq arzusunda olsanız, qanun və icra proqramına eyni zamanda reklamda gedən nömrəyə əlaqə saxlayıb, oradan uzun müddətli hissə ödənişlə mülkiyyət əldə edə bilərsiniz. Esmira xanım, xoş gəlmisiniz. Xoş gördük. Mən də hər kəsi salamlayıram. Çox düzgün vurğuladı kolleqalarımız, hüquqşünaslarımız və nə yaxşı ki, həqiqətən də qanunlar mövcuddur. Çünki uşaqlar adətən pasiv müdafiəçi sayılır. Yəni, uşaq deyəndə 18 yaşı tamam olmamış şəxslər nəzərdə tutulur. Onlar hətta qanunvericilikdə hələ ki, tam fəaliyyət qabiliyyəti əldə etməmiş şəxslərdirlər. Və bütün dünya ölkələri, bütün dünya qanunvericilikləri onların hüquqlarının qorunmasını hər zaman ali kateqoriya və ön plana çəkiblər. Və nəyə görə deyirəm pasiv qoruyucular? 18 yaşa qədər biz onlara uşaq deyiriksə, onların müdafiəsi birbaşa valideynlərə, yəni onların ailəsinə, ailəsi yoxdursa, qəyyum və himayəçilərə, onların üzərində hüquq və vəzifə daşıyan hər bir şəxsə, eyni zamanda ikinci növbədə dövlətə məxsusdur. Və gördüyümüz kimi bugünkü mövzudan da, maddələrdən də açıq-aşkar görsənir ki, 170 və 176-cı maddələr Cinayət Məcəlləsində uşaqlara qarşı olan cinayət məsuliyyətindən danışır. Və biz uşaqların hüquqlarından danışırıqsa, biz onların özlərini qoruma iqtidarında olmayacağını da düşünüb, daha sonra bu məsuliyyəti artıq valideynlərə və onları himayə edən şəxslərə tələb edirik. Və uşaqlarda orada Cəlil müəllim düzgün vurğuladı ki, onların qanunsuz olaraq övladlığa götürülməsidir, onların dəyişdirilməsidir. Dəyişdirmək deyəndə sırf buna məsul şəxslər, yəni uşağın mühafizəsi tapşırılmış vəzifəli şəxslərdən söhbət gedə bilər. Hansı ki, alçaq niyyətdən irəli gələrək... Bu işə cavabdeh olan şəxslərdən söhbət gedir. Cavabdeh olan şəxslərdən. Yəni, bu insanlar birbaşa məsuliyyət daşıyırlar həmin uşaqlar üzərində, onların mühafizəsinin qorunması barədə. Və həmin şəxslər hər hansı bir tamahmı, alçaq niyyətdən irəli gələrək, qisasçılıq niyyətindənmi irəli gələrək, həmin uşaqların dəyişdirilməsində əgər iştirak edirlərsə, onların qanunsuz övladlığa götürülməsi və yaxud verilməsində iştirak edirlərsə, təbii ki, bu artıq cinayət məsuliyyəti yaradır. Və eyni zamanda da ki, övladlığa götürüldü, bayaq Cəmilə xanım gözəl şərh etdi övladlığa götürülmənin hallarını və artıq uşaq övladlığa götürüldükdən sonra onun öz valideynləri, yəni bioloji valideynlərin belə o uşaq üzərində hüquqları itirilir və uşağın övladlığa götürülmə sirrinin də paylaşılması artıq cinayət məsuliyyətidir. Yəni uşağın gələcəyi, onun həyatı, mənafeyi, sağlığı düşünülərək uşaqların o kimi hüquqları qorunur. Və nə gözəl ki, biz hüquqi dövlətdə yaşayırıq və siz də belə bir mövzu ilə aktual mövzudur və bugünkü mövzumuzu da biz müzakirə edirik. Təşəkkür edirik qonaq kimi bizi də orada gördüyünüz üçün. Aydındır. Məndə xanım, bax, digər oponentlərimiz eyni zamanda dəyərli hakimiz və təqaüdlü olan Cəmilə xanım, eyni zamanda bizim vəkil dostlarımız Rızayeva, eyni zamanda Mahmudov qeyd elədilər. Buyurun, xoş gəlmisiniz.
Təşəkkür edirəm Əkbər müəllim. Təkrar dəvətinizə görə əslində mən də xalqımızı təbrik edirəm bayram münasibətilə. Bəli, həmkarlarım çox geniş bir formada istər bunun ailə qanunvericiliyi, istər də cinayət məsuliyyətinə cəlb etmə tərəfindən cinayət qanunvericiliyi tərəfindən ətraflı şərh elədilər. Əkbər müəllim, demək istəyirəm ki, övlad hər hansı bir belə deyim də, yəni övladı böyüdən o valideynləridir, onu dünyaya gətirən deyil. Biz bunu dövrümüzdə, bizim qarşılaşdığımız işlərdə, yəqin Cəmilə xanım da təsdiq eləyər ki, baxdığı işlərdə də biz bunu görürük. Bir uşağa ailə olmaq, bir uşağa dəstək olmaq bu əslində çox böyük mənəvi güc tələb edir bir insanın və dəstək olan insanlar da kifayət qədərdir. Demək olar ki, ailə qanunvericiliyinə əsasən biz görürük ki, qanunun tələbləri var. Bir uşağı övladlığa götürmək üçün dövlət nə qədər geniş bir araşdırma aparır. Demək olar ki, 1 ilə yaxın uzun çəkən bir proses var. Bunun bu ilkin olaraq onların uçota alınması, ondan sonra həmin insanlarla müsahibələrin aparılması, onların təlimlərə cəlb edilməsi, ondan sonra sınaq müddətinin təyin edilməsi. Bütün bunlar o deməkdir ki, yəni dövlət tərəfindən bu uşaqların gələcəyi yüksək olaraq düşünülüb və onların gələcəyin təminatı üçün onlara normal bir həyat bəxş edə biləcək bir ailəyə vermək istəyirlər. Və əlbəttə ki, daha sonra da sınaq müddətdə Cəmilə xanım da az öncə qeyd elədi. Bu sınaq müddətində də yenə də dövlət özü müxtəlif vaxtlarda gedirlər və orada maarifləndirmə aparırlar, monitorinq aparırlar. Monitorinqin nəticələrinə uyğun olaraq hətta əgər istədikləri kimi bir nəticə əldə etməsə, onu ləğv də eləyə bilərlər. Cinayət qanunvericiliyinə əsasən də bu cinayət məsuliyyətinə cəlb etmə hissəsini dedikdə, mən bunun bir balaca mənəvi hissəsini danışmaq istəyirəm. Əgər bir uşaq övladlığa götürülübsə və bu övladlığa götürülmənin sirrinin yayılması onun mənəvi olaraq nə qədər böyük bir psixoloji, bir travma alması deməkdir. Və ona görə də insanlar bəzən bu kimi məsələlərdə həssas olmalıdırlar. Biz özümüzdə keçmişdən də eşitmişik, bugünün özündə də var. Bəzən valideynlər evdə hansısa bir övladlığa götürülən bir uşaqla bağlı evdə söhbət edən zaman bunu öz övladlarının yanında deyirlər. Onlar da məktəbdə danışırlar və bununla da doğrudan da çox böyük bir, həmin o məktəbdə övladın böyük bir travma almasına səbəb olur. Ona görə də təklif edərdim ki, insanlar, tamaşaçılar övladlığa götürülən uşaqlara qarşı həmişə həssas olsunlar. Bu sirrinin yayılmasının məsuliyyətini dərk eləsinlər və ona görə də ehtiyatlı davransınlar. Aydındır. Cəmilə xanım, ümumiyyətlə təcrübədə, yəni hakimi təcrübənizdə və fəaliyyət göstərdiyiniz dövr ərzində övladlığa götürülmən sirrin yayılması, erkən nikahla bağlı. Məsələn, bildiyimiz qədər bu gün Cinayət Məcəlləsinin 176-2-ci maddəsi var. Erkən nikahla bağlı bir institut tətbiq olundu. Və hətta orada cinayət məsuliyyətini onu təşkil edib, erkən nikaha daxil olmaq, təşkil edən şəxslərin cinayət məsuliyyətinə görə 2 il azadlıqdan məhrum etmə də nəzərdə tutuldu. Ümumiyyətlə təcrübədə belə bir şeylər olurmu sizə hakim kimi? İki mövzu qeyd elədiniz. Övladlığa götürmənin sirrinin yayılması ilə əlaqədar məsələyə toxunum. Bir də uşağın dəyişdirməsi ilə bağlı. Bəli, yəni kifayət qədər təcrübəmdə olan misallar olubdur belə. Övladlığa götürmənin sirrinin yayılması özünüz bildiyiniz kimi Ailə Məcəlləsinin 130-cu maddəsində övladlığa götürmənin sirrinin mühafizəsindən danışır ki, yəni bu kimlər mühafizə eləyə bilər bu sirri? Övladlığa qeydə alan orqan var ki, Dövlət Qeydiyyat Şöbəsi var ki, övladlığın sirrini mühafizə eləməlidir. Yəni mühafizəni vəzifə borcu olan şəxs olmalıdır və digər şəxslərin də üzərində qanun belə vəzifə qoyur ki, onlar da yaya bilməzlər də. Yəni mühafizə olunursa, orada müəyyən arayışlar, valideynin kim olması barədə, kimin götürülməsi, bu barədə arayışları vermək olmaz. Amma bununla bərabər həmin maddədə uşağın yəni 4 yaşına çatana qədər övladlığa götürən şəxsə tövsiyə olunur ki, uşağın özünə bildirsin valideynin kim olması.
10 yaşına çatan uşağa artıq bildirilməlidir bu hüquq. İndi onu istifadə edən də var, eləməyən də var. Övladlığa götürmənin sirrinin yayılması artıq Cinayət Məcəlləsində xüsusi norma kimi nəzərdə tutulmuşdur. Qəsdən yaymadan söhbət gedir burada. Bu qisas məqsədi ilə ola bilər, qısqanclıq məqsədi ilə ola bilər, digər şəxsi alçaq niyyətlərlə, şantaj niyyəti ilə ola bilər. Xüsusilə insanların mənim misal təcrübəmdə belə ilk hakimlik dövründə olmuşdu. Ailə münasibəti, mənzil mübahisələrinə baxılarkən insan özünü cilovlaya bilməmişdi, emosiyaların məhkəmə zalında aşkar şəkildə bunu bildirmişdi. Əks tərəf də hüquq mühafizə orqanına müraciət eləmişdi, bununla əlaqədar cinayət işi qaldırılmışdı. Artıq məhkəmə hökmü ilə bu məsələ təsdiqini tapdı. Digər məsələ yetkin erkən nikahlarla əlaqədar dediyiniz məsələ. Bu son zamanlarda məcəlliyə əlavə olundu bu erkən nikahlarla. Bəli. Son diqqət kəsənməz xüsusi çünki bu ictimai həyatda baş verən hadisələrlə bağlı idi. Sosial televiziyadan, kütləvi informasiya vasitələrindən də biz gördüyümüz kimi belə hallar axır vaxtlar demək olar 90-cı illərdən sonra tez-tez rast gəldiyimiz hallar olurdu. Hətta bunun qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə olundu. Xüsusilə mətbuatın vasitəsilə. Mətbuat vasitəsilə, kütləvi informasiya vasitəsinin imkanlarından istifadə etməklə bax göründüyü kimi hüquqi təbliğatda aparılır. Erkən nikahlar deyəndə adətən bildiyimiz ki, Ailə Məcəlləsində 18 yaş müəyyən olunub. Yəni nikaha daxil olma tərəflərin könüllü ittifaqı olub 18 yaşına çatan şəxs tərəfindən qeydə alınır. Ancaq 18 yaşına çatmayan şəxs tərəfindən könüllü olaraq görürsən tərəflərin ittifaqı kimi ailə qurmaq niyyəti ilə olur. Amma nikah qeydə alınma yaşına çatmır, rəsmi nikah qeydə alınmadan nikah yaşına qədər tərəflərin ailə birliyi bu kimi hal. Bu qanunla yol verilməz olduğu üçün Cinayət Məcəlləsində xüsusi olaraq bu öz əksini tapır və bununla əlaqədar eyni zamanda o qanunvericilik geniş imkanlar nəzərdə tutulur. Davam eləyərik. Bəli. Hörmətli tamaşaçılar, bizim bir reklam arası sonra verilişimizə qayıdacağıq. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Hörmətli tamaşaçılar, biz hesab edirik ki, bu günləri mövzumuz çox maraqlı mövzulardan biridir. Cinayət Məcəlləsinə əlavə olunan 176-cı maddənin yəni 176-2-ci maddənin xüsusi qeydi var. Həmin maddənin xüsusi qeydində qeyd olunur ki, bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkin yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərər çəkmiş şəxsin yaş fərqi 5 yaşdan, yəni 5 il nəzərdə tutulmuşdur. O vaxtı, yəni o halda cinayət məsuliyyətlərini yaratmır. Cəmilə xanım, buyurun, fikriniz yanlış qaldı. Nikaha girməyə məcbur etmə, burada bu cinayətin subyekti əsasən olur ətraflar. Yəni qadınlar. Bəli, yəni tərəflərin valideynləri. Çünki qanun xüsusi olaraq erkən nikaha yetkin yaşına çatmayan, yəni 14 yaşına çatana qədər, 14 yaşından 16 yaşına çatan şəxslərə qədər Cinayət Məcəlləsinin 152-ci maddəsində xüsusi olaraq bu tənzimlənir, bu məsələlər. Amma o məcbur edən artıq olur tərəflərin valideynləri. Nikaha daxil olan tərəfin valideyni, əks tərəflər valideynləri, yəni zərər çəkən tərəfin valideyni və kənar şəxslər də ola bilər. Bu şəxslərin də qanunla məsuliyyəti vardır ki, qanuni qaydada onlar da cinayət məsuliyyətinə cəlb olunub, müvafiq cəza təyin olunmalıdır həmin şəxslərə də. Aydındır. Əkbər müəllim, mən üzr istəyirəm, nəyə qeyd etmək istəyirəm, məsələdən uzaqlaşmamış. Cəmilə xanım çox gözəl vurğulayır ki, nikaha daxil olmanın şərtləri nədir və yaş 18 yaş olmalıdır. Və əvvəl, misal üçün, bir il azaldıla bilərsə, artıq yoxdur. Yəni 17 yaş ləğv olmuyor. Ləğv olmuyor, elə onu deyirəm. Buyurun, deyin. Əvvəl bir il azaldıla bilərdisə, artıq o azaldılmır və 18 yaş həm qızda, həm oğlanda nəzərdə tutulur. Və nikaha daxil olmaq üçün əsas şərtlərdən biri qarşılıqlı sevgi, hörmət, dostluq, bu kimi hisslər üzərində qurulmalıdır. Və biz əgər məcburi evlilikdən danışırıqsa, artıq bu onların konstitusiyon hüquqlarının pozulmasıdır ki, insanın iradəsi ziddinə kimisə məcburi nikaha daxil edirlər və bəzən vətəndaşlar arasında çaşqınlıq yaradır ki,
məcburi evliliyə daxil etmə demək ki, az yaşlıya aid olmalıdır, yetkinlik yaşına çatmayana. Xeyr. Ola bilər 20, 25, 30 yaşında olan bir insanı belə məcburi nikaha daxil edirlərsə, bu artıq cinayət məsuliyyətidir. Və eyni zamanda mənəvi tərəfindən... Orada yəni qeyd olun, 2 il və 4 il azadlıqdan məhrum etməklə cəzalandırılır. O yetkinlik yaşına çatmayanlar. Buyurun, onu da buyurun. Var, 76 yetkinlik yaşına çatmayanlara o artıq 4 il kimi müəyyən edilir. Amma yaşı çatmış şəxsi nikaha daxil etməyə məcbur edəndə 2 il azadlıqdan məhrum etmək kimi cəzalandırılır şəxslər. Və bundan əlavə də ki, mənəvi tərəfindən danışaq. Tutaq ki, 18 yaşı tamam olmamış bir şəxs, qadın, qızdan danışırıq. Biz birgə ekspert kimi iştirak etdiyimiz sosial şəbəkə, bəli, qardaş kanallarda orada da şahidi oluruq ki, bir çox hallarda belə deyim, yetkinlik yaşına çatmayan qızlar ərə gedəndə, oğlanlar evləndiriləndə onlar ailə nədir hələ dərk etmir. Onların uşağı dünyaya gəlir, uşaq valideyn sevgisi olmur. Onlar o uşağa özləri hələ yetkinləşməmiş, özləri sevgiyə doymamış, sevgi verə bilmirlər. Beləcə artıq cəmiyyətdə sevgiyə doymamış və travmalı uşaqlar böyüyür və o gələcəkdə cinayətlərə yol açır. Ona görə də biz ailə quranda uşaqlarımız düşünməliyik ki, bu uşaq dərk edirmi ailə nədir? Və bu uşağı ən azı peşəyə yiyələndirək və peşə sahibi olandan sonra biz onu cəmiyyətə artıq yetkin insan kimi buraxmalıyıq ki, bu insan gedəcəksə, həyatda başına iş gələcəksə, bu ayağının üzərində dura biləcək. Aydındır. Uşaqlar var, atılmış uşaqlar var, valideyn sevgisindən, himayəsindən məhrum edilmiş uşaqlar var. O uşaqların nə günahı var ki, valideyn yetkinlik yaşına çatmamış ailə qurmağa məcbur edilib. O insan, bu yaxınlarda başımıza bir hadisə gəlib, müraciətçilər. Yəni onu demək istəmirəm, amma biz ananın sevgiyə, ümumiyyətlə sevgi hissinin olmadığını müşahidə edirik ikimizi. Bəli, bəli. Yəni bu faciədir. Aydındır. Mən bir təşəkkürüm var. Bu yaxınlarda bir vətəndaş bizə müraciət etmişdir. Övladının xarici dövlətdə aparılıb məcburi əməyə cəlb olması ilə bağlı Daxili İşlər Naziri cənab Vilayət Eyvazov müraciət etmişdik. Çox sevindirici haldır. Ərizəmiz icraata qəbul olunub. Dərhal Qaradağ rayon polis şöbəsinin rəisi birbaşa bizlə əlaqə saxlama göstəriş vermişdi. Və təşəkkürüm ondan ibarətdir ki, məcburi əməyə cəlb olma ilə bağlı biz dünənləri şikayətçilərlə bir yerdə hörmətli cənab rəis Füzuli müəllimin qəbulunda olduq və o məni vəkil kimi qəbul edir. Mən təcrübəmdə hüququn bu qədər məlumatlı olan şəxslərə az rast gəlirəm. Çünki mən 15 ildən çoxdur hüquq verişinin aparıcısı kimi Füzuli müəllimin otağına girib qəbula girəndə inan o məcəlləni 144-dən digər maddələr hamısı mənə belə əzbər, belə dialoq kimi apardı, mənə çox ləzzət elədi. Mən elə hüquqşünaslarına fəxr edirəm. Füzuli müəllim, sizə təşəkkür edirəm və hesab edirəm ki, sizin göstərişiniz qanuna müvafiq qaydada araşdırılacaq və nəticəsi inşallah bizə də bəlli olar, sizə də bəlli olar. Mən hüquq mühafizə orqanlarında işləyənlərə və bu günləri belə deyək çöldə vətəndaşların mühafizə edən şəxslərə bir daha sosial çəmbəsi münasibətini təbrik edirəm. Mən xüsusilə də vurğulamaq istəyirəm. Biz həqiqətən də polislərimizlə fəxr edirik. İrli xırdalı problemlərimiz olanda biz bütün ədalət mühakiməsi məhkəmədə axtarırıq. Amma ilkin araşdırmanı aparan polislərimizə də və dövlət orqanında çalışan bütün əməkdaşlarımıza minnətdarlığımızı bildiririk. Məndə xanım, buyurun. Mən Esmira xanımın fikirlərinə bir əlavə etmək istəyirəm Əkbər müəllim. Düzdür, mövzudan çox uzaqlaşmayacağam. Mən bir icraatımda olan işlə bağlı deyəcəyəm. Esmira xanım vurğuladı ki, bəzən erkən evliliyə məcbur edilirlər valideynləri tərəfindən övladlar və nəticədə onların da övladları olur. Özləri uşaq olduğu halda sevgiyə möhtac uşaq dünyaya gətirirlər. Amma məsələ burasındadır ki, bəzən isə valideynlər, uşaqlar bəzən ola bilər ki, o yetkinlik dövründə səhv addım atsınlar. Onlar hələ sevgi nədir demək, ailə nədir bilmirlər və hansısa bir hisslərinə qapılıb tez ailə qurmaq istəyirlər. Belə məsələlər də baş verir və belə olanda bəzi valideynlərdə mən görmüşəm, təcrübəmdə olan işə əsasən demək istəyirəm ki, özü istəyir, getsin, özü istəyirsə veririk, özü istəyirsə evləndiririk deyirik. Bu vaxtı valideynlər üzərinə çox böyük məsuliyyət düşür. Valideyn özü başa düşməlidir ki, onun övladı ailə qurmaq yaşına çatıbmı? Onun övladı ailə qurandan sonra orada bir fərd kimi, bir ailə başçısı kimi o ailəni idarə edə biləcəkmi? Yəni, bunun nəticəsindən bunların bu formada erkən, deyək ki, elə övladlar var ki, 17 yaşında deyirlər ki, 18 yaşına çatandan sonra nikah eləyərik, amma 17 yaşından evləndirirlər. Əsasən ucqar rayonlarda biz belə hallarla rastlaşmışıq və nəticəsi də ki, bu
boşanma ilə, boşanma deməyəcəm, ayrılıq ilə nəticələnibdir. Çünki rəsmi nikah yoxdursa, əlbəttə ki, nikahın pozulması faktı da burada olmayacaq. Qaldı ki, erkən evliliyə məcbur etmədən burada bizim Cinayət Qanunverici İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi və bu yaxşı bir hal oldu ki, bəzən uşaqlar istəməyə onları buna məcbur edən valideynləri də məsuliyyətə cəlb edilirlər. Aydındır. Cəlil müəllim. Belə hallarda mən qeyd eləyim, orada xanım düzgün deyil. Belə nikahların uğurlu olmasına ümid etmək həqiqətən də əbəs bir şeydir. Mən deyərdim ki, çünki tərəflər hələ tam fəaliyyət qabiliyyəti tam fəaliyyət qabiliyyəti əldə eləməyib, dərk eləmir, həyatı dərk eləmir. Hələ dünya görüşü belə deyək ki, tam formalaşmayıbdır. Bəzən olur ki, belə nikahlar qeyri-rəsmi formada nikaha daxil olur, övladları doğulur və bəzən görürsən ki, belə övladları hansısa tibb müəssisələrinə doğularkən təbii ki, hüquq mühafizə orqanlarına da bu barədə məlumatlar verilir. Bəzən görürsən ki, sonradan nikaha daxil olurlar və nikah uğurlu olmadığı üçün nikahın ləğvi ilə əlaqədar məhkəməyə müraciət elədiyi halda hakim özü də baxır ki, bunlar faktiki nikah münasibətində olduğu dövrdə bunlar Cinayət Qanunvericinin tələbləri pozulubdur, Cinayət Məcəlləsinin müvafiq maddələri mövcuddur burada. O halda xüsusi qərar çıxarıb. Amma hakimlər çox vaxt ummaz addım atırlar da. Yox, olubdur, müraciət eləyirik. Yəni qanun pozuntusu varsa, mən inanmıram ki, heç bir hakim ona göz yuma bilməz. Çünki qanunvericiliyin bu tələbidir. Xüsusi qərar çıxarıb hüquq mühafizə orqanlarına məlumat verirlər. Bir daha tövsiyə eləyərdi ki, valideynlərə həqiqətən də belə nikahların uğurlu olmağı bəlkə də çox az bir faiz təşkil edə bilərlər. Uşaqlarının gələcəyini düşünsünlər, təhsilinə, təliminə fikir versinlər, önəm versinlər, xarakteri möhkəmlənsin, həyatı dərk eləsin, istədiyi zamanda ailəsini qurar. Cəmilə xanım, çox üzr Buyurun. Təhsil deyəndə çox vaxt belə bir sualla da rastlaşıram. Axı savadı yoxdur, necə oxusun? Təhsil deyəndə hamı elə bilir ki, təhsil fikirləşəndə... Ən azı ümumi icbari təhsil vacib. Bəli, orta məktəb təhsili vacibdir. Əgər universitetə daxil olacaq səviyyədə biliyi yoxdursa, bu uşağı ən azından hər hansı bir peşəyə yönəltməlidir ki, bir peşə sahibi olmalıdır ki, gələcəkdə ailəsində heç kəs sığortalanmayıb, o tək də ailəsini idarə etməli olar və ona görə vacibdir bunlar. Əkbər müəllim, mən Cəlil müəllim uzun müddət prokurorluqda işləyib. İttihamı müdafiə edən şəxs olub. Buyurun. Çox sağ olun. Mən həmkarları dinlədim, hamısının fikirlərinə çox hörmətlə yanaşırım, çox düzgün də təhlil elədilər. Biz bugünkü verilişimiz ağırlıqla o övladlığa götürmə ilə bağlı oldu, amma 170-176-cı maddə təhqirlə aid olub. Burada toxunduq. Toxunduq. Bax, burada bizi şübhəsiz ki, valideynlər yəqin ki, baxırlar. Uşaqlar, yəni da 7 yaşına çatana qədər valideynlər çox diqqətli olmalıdır. Çünki uşaq bir neçə dəfə keçid dövrünü keçirdir. İlkin olaraq 8-9 yaşında, 13-14 yaşında, 15-16 yaşında, 18 yaşında bu dövrlərdə uşaqlar, gənclər keçid dövrünü keçirirlər. Yəni o dövrlərdə valideynlər xüsusilə övladlarının hərəkətinə, oturuşuna, duruşuna, kimlə dostluq edir, hara gedir, hansı sosial şəbəkəyə baxır, ünsiyyəti kimlədir, bunlara ciddi fikir verməlidirlər. Baxın, burada tək valideynləri və yaxud da uşağın himayəsi ilə məşğul olan orqanların üzərinə yıxmaq olmaz bu məsələni. Niyə? Çünki ölkəmizdə cəmiyyətlər var, idman cəmiyyətləri var, mədəniyyət cəmiyyətləri var, dərnəklər var. Yəni, onlar yaxasını çəkib kənarda qoya bilməz o gəncin inkişafında, cəmiyyətə hazırlığında. Baxın, ya burada bir belədir də məsələ, ya uşaq mədəniyyətə cəlb olunmalıdır, ya incəsənətə cəlb olunmalıdır, ya idmana cəlb olunmalıdır, ya elmə cəlb olunmalıdır. Bunların hamısının heç birində nə valideyn, nə uşağın o formalaşdırmasına məşğul olan təşkilatlar, orqanlar, şəxslər məşğul olmayanda onu cinayətkarlar öz tərəfinə çəkir. Ona görə də bax, valideynlər diqqətli olmalıdırlar. Uşağın üzərində, necə deyim, əsməlidirlər ki, bax, sonuncu dediyim uşağı çəkib aparması. Ya bunlara təhvil verməlidir, ya da o cinayətkarlara təhvil verməlidir. Valideynlər diqqətli olmalıdır. Tövsiyələriniz. Tövsiyəmiz nədən ibarətdir? Yəni bir ana kimi, bir ziyalı kimi, uzun müddət Azərbaycan hüququnda dəstək xətti olan, külüngü olan bir şəxs kimi.
sözüm, tövsiyəm nə ola bilər? Gənc nəsillərə, gənc analara, gənc gənc valideynlərə. ailələrə. Tövsiyəmiz odur ki, ilk növbədə insan Allah, mən düşüncəmə görə onun hər tərəfli dünya görüşü olmalıdır. Dünya görüş nədən yaranır? Savaddan yaranır, elmdən yaranır. Təhsilə cəlb eləsinlər övladların. Təhsil olan yerdə Yəni pis vərdişlərdən uzaqlaşmaq Bəli, üçün. pis vərdişlər, özünüz bilirsiniz, müxtəlif pis vərdişlər var. Müəllim dediyi kimi sosial şəbəkələrdə müxtəlif oyunlar var, qoşulurlar, onun qurbanına çevrilirlər. Yəni ciddi nəzarət eləsinlər valideynlər övladlarına, təliminə, təhsilinə, tərbiyəsinə, uşaqların əyləncəsinə. Bəzən valideynlər özləri saatlarla sosial şəbəkədə olur ki, övladlarına heç xəbərsizdir. Yəni mən arzu eləyərdim ki, bizim uşaqlar Azərbaycan xalqına layiq yetkin şəxslər kimi böyüsünlər, yetişsinlər, xalqımıza, vətənimizə layiqli övladlar olsunlar. Aydın. Mən bunu arzu eləyərdim və İsmail buna xanım, ümid eləyirəm ki, bizdə belə də olur. İnşallah, inşallah. Buyurun. Əkbər müəllim, mən 2 övlad anası kimi nə deyə bilərəm? Mən bu yaxınlarda video çarx izlədim Instagram sosial şəbəkəsi üzərində və mənə o qədər toxundu. Onu istəyərdim ki, deyim, ola bilsin ki, mənim də dediyim ifadələr kiməsə qəlbinə toxunsun. Və biz adətən artıq işləyən təbəqə düşünürük ki, mən çox işləməliyəm, övladıma çox pul qazanım, onun təhsilinə məşğul olum. Yəni təminatla məşğul olaq. Təminatı ilə məşğul Valideyn olum. borcumuzdur bizim. Bəli, amma o qədər işə vaxt ayırırıq ki, həm öz həyatımız, mənim həyatım demək olar yollarda keçir. Biz vəkillər müstəqil peşə olduğuna görə buradan bura qaçırıq, oradan ora qaçırıq və həyatımız demək olar ki, yolda keçir. Və video çarxda nə göstərilir? Valideynin uşağı üçün etməyə çalışdığı o valideynlik vəzifəsi ki, çalışır, işləyir, pul qazanır və uşağının təminatını düşünür. Daha sonra uşağa sual verirlər ki, sən necə istəyərdin ailə olsun? O da deyir, mən sevirəm anamla film izləmək, mən sevirəm kitab oxuyaq, mən sevirəm oyun oynamaq. Və o çarxı izlədikdən sonra mən düşündüm ki, bu bizimki cəmiyyətdə uşağı sırf da maddi təminat üzərində böyütmək, ona hər şey vermək, kimdənsə geri qalmasın düşüncəsi onu sevgidən məhrum eləyir. Və o çarxdan sonra inanın ki, mən öz üzərimdə düşünürəm ki, maddidən də əlavə o sevgi, o ailə bağlarını biz inkişaf etdirməliyik. Biz də hamımız valideynik, amma bəzi məsələlər var ki, o bizdən asılı olmayan məsələlər var. Məsələn, biz belə deyək ki, bizim məhkəmələrimiz var, həyatımız var, yaşayışımız var, ailənin təminatı var, bütün sosial problemlərimiz var. Biz ovçuyuq, səhər çıxıb axşam gəlirik. İstəyir qadın olsun, istəyir kişi olsun. Bugün cəmiyyətimizdə ailəmizi qorumaq üçün, evlatlarımızı böyütmək üçün o sevgi, qayğı aydın məsələdir. Bəzi sosial şəbəkədə belə fikir formalaşır ki, məsələn, yemək, içmək o qayğı demək deyil, amma o qayğının bir hissəsidir. Buyurun, Mədinə xanım. Razıyam, Esmirə xanımla da razıyam. Mən də ki, mənim də övladımın ən demək olar ki, biz hüquqşünasların həyatı hamıya bəllidir. Biz bütün günü məhkəmələrdə olmuşuq, işlərimizdə olmuşuq. Onun da ən yaralı yeri. Ömrün 40 ilin 50 məhkəmələr. Bəli, onun da ən yaralı yeri o həmişə olub ki, mənimlə zaman keçirsin, məktəbdən gələndə məni evdə tapsın, mən onun qabağına yemək qoyum. Bu demək olar ki, o çox gözəl başa düşür, o hissəni başa düşürəm mən. Mən buradan tamaşaçılara demək istəyirəm ki, uşaqları səhər dərhal geyindirib, qaça-qaça məktəbə yola salıb rahat evlərinə qayıtmasınlar. Başa düşsünlər ki, tərbiyə evdən gəlir, təlim isə məktəbdən gəlir. Ona görə övladlarına müğayət olsunlar. Amma biz valideyn olaraq onu da qeyd eləməliyik ki, bu gün cəmiyyətimizdə belə deyək ki, tibb müəssisələri, uşağa qədər məktəblər, eyni zamanda elm ocaqları, məktəb, universitetlər bizdən çox uşaqlar ünsiyyətdə olur. Cəmilə xanım? Bəli. Bəli. Onların da bir məsuliyyətləri var, cəmiyyətin formalaşmasında. Əlbəttə, cəmiyyətin formalaşması, cəmiyyət həm ailə, məktəb, digər təhsil müəssisələri, bunlar qarşılıqlı fəaliyyətdədir. Vaxtaşırı görürsünüz ki, məktəblərdə valideyn iclasları keçirilir, uşaqların nöqsanları çatmayan valideynlərin nəzərinə çatdırılır, eyni zamanda valideyn özü maraqlanır. Bunlar qarşılıqlı inteqrasiya şəraitində baş verir. Ona görə də biz... Siz bilirsiniz, Cəmilə xanım, illərlə valideyn iclasına getməyən valideynlər də var. Uşağın ümumiyyətlə məktəbdə özünü aparmaq qaydası necədir, onunla maraqlanmayan valideynlər də var. Yəni, başa düşürük, sizin dediyiniz də var. Biz valideynlər olaraq bəli biz eləyik, amma elə valideynlər var ki, onlar illərlə heç uşağın hansı müəllimlər dərs deyir, sinif rəhbəri amma bir şey də qeyd edək, biz təzə və köhnə nəsil belə ifadələr var da. Məsələn, valideynlərimiz, babaq bu 3 nəfər münasibət, valideynlərimiz belə deməyib oxu. Amma biz özümüz oxuyub, özümüz cəmiyyətə formalaşmışıq. Amma indiki övladlara hər gün qonşunun səsi gəlir.
Dərsini hazırla, oxu. Bəli, bəli. Dövrün hər zamanın öz hökmü var. O bizim uşaq olduğumuz dövrlə bugünkü dövr bir deyil. Niyə? Çünki bizdə o qədər Sosial şəbəkə yox, valideyn hüququnu informasiya bastalayıb, belə demək olar. Bəli, informasiya qəbul eləmək məkanı bizim üçün demək olar ki, valideynlə məktəbdən başqa ya bir də radiodan, televiziyadan başqa heç bir şey yox idi. Amma bu gün elə deyil axı. Bu gün hər uşağın müxtəlif yerlərdən informasiya qəbul eləmək, özdə yaxşı informasiya, düz informasiya, əxlaqlı informasiya, əxlaqsız informasiya qəbul eləmək imkanı var. Ona görə də mən də bir həm valideyn olaraq, həm də 3 nəvənin babası olaraq valideynlərə buradan üzümü tuturam ki, uşaqlarla məşğul olmaq lazımdır. Özdə mütləq məşğul olmaq lazımdır. Əgər valideyn, məsələn, mənim 3 uşağım var, 3-ünü də akademik təhsil vermişəm. O, baxmayaraq ki, gecə-gündüz işləmişik, amma buna çalışmışıq. Valideyn belədir də, valideyn uşağın üstündə əsməlidir. Valideyn uşağınla dostu olmalıdır ki, uşaq bildiyini valideynlə bölüşsün. Gedib küçədə və ya başqa yerdə kimisə tapıb dərdini, istəyini onunla bölüşməsin. Belə olan halda istiqamət düz olacaq, uşaq da düzgün tərbiyə olub, yaxşı da gələcəyə yetkin. Buna uyğun olaraq onu da qeyd edeyim ki, məsələn, övladlığa götürmədən biz danışdıq. Övladlığa götürmə institutunun da əsas mahiyyəti ondan ibarətdir ki, uşaq ailədə böyüsün. Yəni, atanın qayğısını hiss eləsin, ananın nəvazişini hiss eləsin, ailə sevgisi görsün. Yəni, ailə sevgisinin nə olduğunu başa düşsün, bilsin. Yəni, ailədə böyüyən insan, ailə tərbiyəsi görən insan, mən inanmıram ki, o cəmiyyətə yararsız bir insan olar. Ona görə də valideynlər diqqətlərin, qayğıların, sevgilərin, maddi tərəf bir tərəfdən mənəvi daha çox önəmlidir ki, onları uşaqlarla əsirgəməsin. Mən inzibati münasibətlərə baxanda valideynin məsuliyyəti, bir balaca dövlət nəzarəti və valideyn məsuliyyəti. Bugünkü təhlil etdiyimiz mövzuya görə və paylaşdığımız fikrə görə hər birinizə minnətdarımı bildirirəm. Sizin də hər birinizi Su Çərşənbə münasibətə təbrik edirəm. Xalqımıza, millətimizə belə deyək ki, əmin-amanlıq olsun. Bugünkü normalara nəzər salanda Cinayət Məcəlləsinin 170 və 176-cı maddələrinə burada yetkin yaşına çatmayanlara qarşı törədilən cinayətlər institutunun həm ağırlaşdan halları, həm də ki, yüngülləşən hallarda cəzalarla bağlı qanunverici öz münasibətini ortaya qoymuşdur. Erkən Nigah İnstitutu yeni bir məcəlləyə əlavə olunduqdan sonra həmən erkən nigaha daxil olmaq istəyən şəxslərin, həm zərər çəkən şəxslə, həm də şübhəli və təqsirlənən şəxsin 5 yaş fərqi olduqda cinayət məsuliyyəti yaranmır. Bu qanunvericinin 176-2-ci maddəyə... Əşbər müəllim, biz bir məqamı da nəzərdən qaçırdıq hamılıqca. Görürsünüz, qanunvericilik son dövrlərdə hətta gələcəyini, cəmiyyətin gələcəyinin o mükəmməl olmasını nəzərə alaraq qohumlar arasında olan nigahı da belə qadağan edir ki, nəsil normal, sağlam nəsil yetişsin. Gözəl addımdır əslində. Cəlil müəllim, bu günləri Azərbaycan mətbuatının içində məndə olmaq şərti mənim də payım var. Biz 15 ildir çağırış edirik və mübarizə aparırıq ki, qohumluq nigahına sıfırlansın və Allaha şükür olsun, artıq dövlətimiz buna ciddi yanaşdı və müdaxilə elədi. Çünki bəzi hazırda xəstə doğulan uşaqların belə deyək, təqaüdə çıxması, pensiya alması, təqaüd alması, müavinət alması dövlətdən alır. Əgər bu 10 dənə doğulan uşaqların 5-i xəstə olursa, qüsurlu doğulursa, dövlət buna artıq yardım edir. Amma bunun 5-i də sağlam doğulsa, nə xoş bizim halımıza. Ona görə hesab edirəm, bizə ailən vaxtı yekunlaşmaq üzrədir. Mən hesab edirəm ki, bu günlər Şəhər Mənzilli Kooperativinin rəhbərinə minnətdarıq. Bugünkü bax bu bizim xoş sözlərimizi, qanunvericinin təbliği Şəhər Mənzilli Kooperativinin rəhbərinə minnətdarıq. Şəhər Mənzilli Kooperativi təmirli evləri 25 min manata təklif edir. Təmirsiz evlər isə 5 min manata təklif edir. İstənilən şəxs qanun və icra proqramı vasitəsilə eyni zamanda ofisə yaxınlaşmaqla uzun müddətli əmlaka sahib ola bilər. Hörmətli tamaşaçılar, bugün yetkinliyə yaşına çatmayanların ailə hüquq münasibətləri ilə bağlı Cinayət Məcəlləsinin 170 və 176-cı maddənin əhatə edən maddi hüquq normaları ilə bağlı, həmin dispozisiyası və sanksiyasına bağlı dəyərli ekspertlərimizin fikirlərini sizə paylaşdıq. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov.
Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyunu, işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirçi üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.